National Prime Hospitalın estetik cərrahı Nicat Həsənov tərəfindən əməliyyat olunan 35 yaşlı Nərmin Zeynalovanın ölümündən sonra ailəsi həkimi səhlənkarlıqda ittiham edir. Xəbərlər.net Qafqaz İnfoya istinadən xəbər verir ki, mərhumun bacısı Günay Əskərovanın sözlərinə görə Nərmin Zeynalova fevralın 17-sində xəstəxanada abdominoplastika əməliyyatı keçirib və 4-5 gün tibb müəssisəsində qalıb. Bacım evə buraxıldıqdan sonra vəziyyəti yaxşı deyildi. Bir neçə gün sonra müayinəyə getdik və həkim dəri altına yerləşdirilən drenləri çıxardı. Sonradan öyrəndik ki, ona yalnız qarıncərmə deyil, eyni zamanda liposaksiya və popofiling əməliyyatları da icra olunub. Halbuki bizə yalnız bir əməliyyat barədə məlumat verilmişdi. Bu qədər ağır cərrahi müdaxilədən sonra isə həkim yalnız antibiotik təyin etmişdi. Bacım bir gün sonra evdə boğularaq vəfat etdi, deyə o bildirib. Günay Əskərova iddia edib ki, əməliyyat zamanı ailənin razılığı olmadan Nərmin Zeynalovaya qan köçürülüb. Onun sözlərinə görə, ölüm faktı ilə bağlı keçirilən ekspertiza nəticəsində Nərmin Zeynalovanın tromboemboliya səbəbindən həyatını itirdiyi müəyyən edilib. Əgər ölümə səbəb tromb olubsa, niyə ona bununla bağlı müalicə yox, sadəcə ağrı-kəsici təyin edilmişdi? Xəstəxanaya ümumilikdə 3600 manat ödəmişdik. Həmin pulu da əvvəlcə geri qaytarmaq istəmirdilər. Yalnız bizim təkidimizdən sonra məbləğ qaytarıldı. Bacımın 3 azyaşlı övladı anasız qaldı deyə mərhumun bacısı qeyd edib.